Deməli, Alina tərəfindən verilmiş ikinci sual ruhani mübarizə haqqındadır və o, Efeslilər 6-cı fəsil 12-ci ayəni stat gətirir. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələri qarşıdır. Əgər kimsə cinlər tərəfindən hücuma məruz qalsa və ya cadugərliklə məşğul olsa, sizin anlayışınıza əsasən onlara nə məsləhət verərdiniz? Baxın, onun stat gətirdiyi ayələr Pavelə aiddir. Biz isə açıq şəkildə demişik ki, Pavelə inanmırıq. Biz hesab edirik ki, Pavel saxta bir peyğəmbər və İsa Məsihin təlimlərini ciddi şəkildə təhrif etmiş bir dəccaldır. Bu səbəblə də deyəcəyim ilk şey budur. Onun dediklərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. O, bəzi şeyləri stat gətirir ki, bunlar İsa Məsihə söykənə bilər, amma bunları da İsa'nın sözlərini yayan bəzi şəxslərdən öyrənmişdi. Amma özü bir saxta müəllimdir. Bu belə. Biz ruhlara və ya pis ruhlara qarşı mübarizə aparırıqmı sualına gəldikdə isə, bu baxımdan əlbəttə bəli. Məncə bütün dinlər bunu qəbul edir. Yəhudilik, xristianlıq və İslam hamısı nur və zülmətin, mələklərlə cinlərin, yaxşı ruhlarla pis ruhların arasında bir savaşın olduğuna inanır. Biz də buna inanırıq. Əgər bir insan sehr və ya cinlər tərəfindən hücuma məruz qalarsa, sehirli əməlləri pozmaq üçün çoxlu yollar var. Mühəmməd və Ali Muhammədin rəvayətlərində bu haqda geniş danışılıb. Və bu, əsasən insana qarşı hansı növ sehrin edildiyindən və hansı simptomların göründüyündən asılıdır. Ona konkret cavab verə bilmək üçün bu məlumatlardan xəbərdar olmaq lazımdır. Amma ümumi şəkildə deyə bilərəm ki, bir insan hər zaman, hər dövrdə Allah tərəfindən təyin olunmuş elçinin vilayəti altında olduqda, o zaman sehirdən və pis ruhların zərərindən qorunur. Sehirə qarşı ən böyük qorunma hər dövrün Allah tərəfindən təyin olunmuş elçisinə iman gətirməkdir.